Səhərlərin birində öz yorğa atını ilxıda görəndə Tanabayın sevinci yerə-göyə sığmadı. Gülsarı noxtasını qırıb qaçmışdı. Yəhəri belində idi. Gülsarı, salam, Gülsarı, deyə Tanabay atın yanına qaçdı. Gülsarıya yaxından baxdı. Başqa yüyəndən, başqasının ağır üzəncli nəhəng yəhəri altında hələ yəhərin üstündə yekə bir məxmər balış da vardı. Sanki atın sahibi kişi deyildi, yoğun əndazlı bir arvad idi. Tfu, Tanabay hirsindən tüpürdü. İstədi ki, atı tutub saxlasın, bütün bu zirzibili onun üstündən kənara tullasın, ancaq Gülsarı qaçıb uzaqlaşdı. Bu saat atın dayanası təhəri yox idi. O madyanların dalınca düşmüşdü. Gülsarı madyanları üçün o qədər darıxmışdı ki, heç sahibinin də burada olduğunu hiss eləmirdi. Tanabay isə ürəkdən sevinirdi. Əhsən, əhsən, deməli qaçmısan, noxtanı qırmısan. Gəz, dolan buralarda. Yaxşı kef elə. Qorxma, mən heç kəsə deməyəcəm. Sonra Tanabay belə qərara gəldi ki, ilxını qovub uzaqlaşdırsın, Gülsarını axtaranlar gəlib çıxanacan burada at rahat gəzib dolansın. Tanabay yəhərin üstündə dikəldi, qamçını yelləyib, "Kayıt, kayıt!" deyə qışqırdı. İlxını qovmağa başladı. Ana atlar hərəkətə gəlib qulanlar arxasınca apardı. Bala madyanlar nazla işvə ilə qabağa cundular. Külək əsdi, atların yalını yellədi. Gün altda yaşıl çöllər gülümsədi. Gülsarı silkələndi, əda ilə addımladı. O özünü ilxıya vurub təzə ayğırı yanladı. Onu ilxıdan çıxartdı. Özü isə atların qabağında lovğa-lovğa gəzişərək fınxırdı, rəqs elədi. İlxının gah o yanına, gah bu yanına keçdi. İlxının tanış qoxusu, madyan südünün ətri, bala atların iyi, əsən ot qoxulu meh Gülsarının başını gicəllətdi. Üstündə əcaib balış olan o əcaib yəhər sanki yerli dibli yoxa çıxdı. Ağır üzəngilər də yox oldu. Gülsarı onların varlığını unutdu. Dünən rayondan at bağlanan yerdə cilovu gəmirə-gəmirə dayanmağı yaddan çıxdı. Oradakı maşınların qorxunc səsi yaddan çıxdı. Rayondakı gölməçə, o gölməçənin qırağındakı iyi qəlyanaltı, Gülsarının oradan yoldaşları ilə bircə iylənə çıxan yeni sahibi, yəhərə oturandan sonra onun gəyirməyi, fısıldamağı, bütün bunlar sanki heç vaxt olmamışdı. Sanki o iylənən adamlar atları o palçıq yolda qoymamışdılar. Sanki dünən həmin yolda var gücü ilə çapan, üstündə öz yeni sahibini motal kimi yırğalayan Gülsarı olmamışdı. O hər şeyi unutmuşdu. Əvvəlki qaçışını da, sonrakı döyülməyini də. İlxını tanış qoxusu, madyan südünün ətri, bala atların iyi, əsən ot qoxulu meh Gülsarının başını gicəllətmişdi. O qaçırdı, oynaya-oynaya qaçırdı. Heç ağlına da gətirmirdi ki, aradasa dalınca çapanlar vardı. Sonra Tanabay ilxını əvvəlki yerə gətirdi. Elə bu vaxt kənddən gələn 2 nəfər atlı özünü yetirdi. Onlar Gülsarını apardılar. Ancaq çox keçməmiş Gülsarı ilxının arasından təzədən peyda oldu. Bu dəfə o yüyənsiz qaçmışdı. Belində yəhər də yox idi. Nə yollasa yüyəni başından çıxarmışdı. Tövlədən gecə ikən qaçıb gəlmişdi. Əvvəlcə Tanabay gülməyə tutdu, sonra ciddiləşdi və nəsə fikirləşib ipi atın boynuna keçirtdi. Özü tutdu, özü bağladı. Atı arxadan sürmək üçün qonşu köçəbədən bir uşaq da götürüb öz əli ilə Tanabayı Gülsarının kənd yoluna çıxartdı. Atın dalınca gələnlər yolda onun rastına çıxdılar. Hətta Tanabay onları danladı da. "Nə olub?" dedi. "Çolaqsınız nədir? Sədrin atını da saxlaya bilmirsiniz. Bərk bağlayın." Gülsarı 3-cü dəfə gələndə Tanabay əməlli başlı hirsləndi. "Git sən nəsən? Sənin burada nə azarın qalıb? Ahmaq sanki var," deyə o əlində ip at üstündə Gülsarının dalınca çapdı. Yenə atı kənddə apardı, yenə də atçılarla dəyişdi. Ancaq bundan sonra da Gülsar ağıllanmadı. Fürsət tapan kimi qaçıb gəldi, atçıların da zəhləsini tökdü. Tanabay da dəngilədi. Bir dəfə Tanabay örüşdən gec qayıtmışdı, yatırdı. İlxını hər ehtimala qarşı köçəbənin yaxınlığına qovub gətirmişdi. Buna baxmayaraq çox narahat yatırdı. Bütün günü yorulub əldən düşmüşdü, yuxusunda qəribə şeylər gördü. Davadımı, sallaqxanadımı, haradasa dəhşətli bir yerdə idi. 4 bir yan qan gölünə dönmüşdü. Tanabayın əlləri də qana bulaşmışdı. O yuxulu-yuxulu fikirləşirdi. Qan pisdir, yaxşı əlamət deyil. Əlini yumaq istəyirdi, onu arxadan itələyirdilər. Tanabaya gülürdülər. Kimsə qışqırırdı. "Əlini qanla yuyursan, Tanabay, burada su yoxdur, Tanabay, hər yan qandır, ha, ho, hi. Tanabay, arvadı onu bərk-bərk silkələyəndə Tanabay gözlərini açdı. "Nə olub?" dedi. "Eşitmirsənmi? İlxıda nəsə olub, ayğırlar savaşırlar. Yəqin ki, Gülsarı gəlib yenə." Tanabay yataqdan qalxdı. "Görüm ona lənətə gəlsin," dedi. "Onun əlindən bizə rahatlıq yoxdur.
Paltarını geyindi, kəməndi də götürüb dərəyə indi. Orada atlar çaxnaşırdılar, hava işıqlanırdı. Tanabay Gülsarını gördü. Bu nə idi? Atı dəmir buxovla cidarlamışdılar. O yeriyə bilmirdi, tullanırdı. Qandallar cincildəyirdi. Gülsarı fırlanırdı, şahə qalxırdı, kişnəyirdi, zarıyırdı. Bu yandan da xırdaca ayğır ona aman vermirdi. Gülsarının dişləri ilə didib parçalayırdı. Tanabay ayğırın üstünə cumdu. "Az səni yox olasan," dedi və kəməndi quduz ayğırın boynuna atıb elə dartdı ki, əlində ip qırıldı. Tanabay Gülsarını xilas elədi. Özünün isə gözləri yaşardı. Bu nə işdir, bu nə əməldir? Sən kim bu hala salıb Gülsarı? Kim belə qandallayıb səni? Axı sən bu zülm ilə niyə gəlmisən, ay səfeh? İşə bax, ayaqda qandal buzaqlıqda yol gələsən. Çay keçəsən, yarğan keçəsən, təpələr aşasan. Yəqin ki, Gülsar bütün gecəni hoppanmışdı. Bütün gecəni yol gəlmişdi. Tək tənha, qandalları cincildədə, sürgündən qaçanlar kimi. Vay səni, vay səni. Tanabay başını buladı. Atan böyür başını tumarladı. Sifətini Gülsarın dodaqlarına sürtdü. Gülsarı dodaqlarını Tanabayın üzündən gəzdirdi, yaladı, qıdıqladı. Gözlərini qıyıb baxdı. İndi bəs neyniyək Gülsarı? Sən bu inadından əl çəkəsənə, lap başını itirmisən. Səfeysən, valla səfeysən. Heç nədən xəbərin yoxdur. O atı yaxşı-yaxşı gözdən keçirdi. Savaş vaxtı sıyrılmış, cırmaqlamış yerlə tezliklə sağala bilərdi. Ancaq qandallar atın ayaqlarını bərk sürtmüşdü. Dırnaqlarından qan axırdı. Dəmir cidarların keçə altlığını güvə vurmuşdu. Gülsara çaydan keçəndə atlıq sivrilib çıxmışdı. Dəmirlərin üstü açılmışdı. Ayaqların qançır olmağından səbəbi də bu idi. Tanabay hirsli-hirsli düşünürdü. İbrahimin işidir. Bu qədim qandallar o qocalardan naha geri almayıb. Doğrudan da İbrahimdən başqa kim onu eləyə bilərdi? Cidar çox qədim şey idi. Hər cidarın öz kilidi vardı. Onlar kilidsiz açmaq olmazdı. Keçmişdə cidarı ən yaxşı atların ayağına keçirərdilər ki, at oğruları onları örüşdən apara bilməsin. İpdən düzəldilmiş adi cidarı açmağa nə var idi ki, bıçaqla kəs, qurtarsın getsin. Ancaq ayağında dəmir cidar olan at heç kəs apara bilməzdi. Keçmişlərdə belə idi. İndi cidar çox nadir bir şey olmuşdu. Onu ancaq qədim kişilərdə tapmaq olardı. Yəqin ki, cidarın yerini kimsə İbrahimə nişan vermişdi, atı qandallamışdılar. Örüşdən uzağı qaça bilməsin. Buna baxmayaraq Gülsarı qaçmışdı. Cidarı Gülsarın ayağından bütün ailəlikcə çıxardılar. Caydarın atın dilovundan yapışdı. Əli ilə onun gözlərini tutdu. Uşaqlar yaxınlıqda atılıb düşürdülər. Tanabay isə dəmir-dümür nəşi var ortaya töküb qan tər içində cidarları aça biləcək bir şey axtarırdı. Keçmiş dəmirçilik peşəsi Tanabayın dadına çatdı. Çox əlləşdi, çox çalışdı, əllərinə şülküd elədi, ancaq axır başda cidarları açmağın üsulunu tapdı. Tanabay qandalları çıxarıb var gücü ilə kənara tolazladı. Atın qançır olmuş ayaqlarını məlhəm sürtdü. Caydar Gülsarını tövləyə apardı. Böyük qız kitiyi dalına aldı. Onlar da analarına dalınca getdilər. Dərsə Tanabay yenidən tərpənmədi. O yorulmuş, bəş yorulmuşdu. Xeyli vaxt fısıldayandan sonra dəmir-dümürü yığışdırdı. Gedib qandalı da gətirdi. Qaytarıb yiyəsinə vermək lazım idi. Yoxsa Tanabay bunun da cərməsinə düşə bilərdi. Paslanmış qandala baxa-baxa Tanabay onu düzəldən adamın ustalığına heyran qaldı. Burada hər şey bütün incəliyinəcən düşünülmüşdü. Burada hər şey yerli yerində idi. Qədim qırğız dəmirçiləri. Onların bu gözəl sənəti unudulmuşdu. Həmişəlik yaddan çıxmışdı. İndi cidar doğrudan da lazım deyildi. Bəs başqa şeylər, bir vaxt gümüşdən, misdən, ağacdan, təridən neçə gözəl şeylər hazırlanırdı. Qiymətlər də o qədər baha deyildi, ancaq çox gözəl şeylər idi. Hər şeyin öz yeri vardı, öz yaraşığı vardı. Daha belə şeylər yox idi. İndi hər şey alüminiumdan düzəldilir. Fincan, qazan, askı, leyen, hamısı da eyni rəngdə, eyni biçimdə. Baxanda göz yorulur. Yəhər qayıranlar da bir-bir sıradan çıxırdı. Hanı o vaxtki yəhərlər, o vaxtki sənətkarlar. Vaxt vardı ki, hər yəhərin öz tarixi var idi. Kim tikib, kim üçün tikib, hansı yəhərə nə qədər zəhmət haqqı alıb. Yəqin ki, tezliklə hamı maşında gezəcəkdi. Orada Avropadakı kimi hamı eyni cür maşında, nömrəsi olmasa bir-birindən ayıra bilməzsən. Babalarının sənəti isə unudulurdu. Qədim əl işləri həmişəlik yaddan çıxarılmışdı. Görəsən nə vaxtacan belə olacaqdı? Axı insanın gözünün işığı da, ürəyini, hərarəti də əlinin işindən bilinir. Bəzən belə fikirlər birdən-birə Tanabayın beyninə dolurdu, xalq sənətinin taleyini düşünməyə başlardı.
Düşündükcə dəhşətə gəlirdi, ancaq bu işdə kimin müqəssir olduğunu dərk eləyə bilmirdi. Axı onun özü də bir vaxt köhnəliyə, qəbir qazanlardan olmuşdu. Hətta bir dəfə komsomol yığıncağında köçəbələrin ləğv edilməsi barədə nitq söyləmişdi. Hardansa eşitmişdi ki, köçəbələr yer üzündə silinməlidir. Eşitmişdi ki, köçəbə köhnənin qalığıdır. Rədd olsun köçəbə, yetər köhnə üsulla yaşamaq. Köçəbələr qolçamaqlıqdan salınmışdı. Onlar dağıtmışdılar, torpaq evlər tikmişdilər, köhnə çoban yurdların keçəsini doğrayıb hara gəldi sərf eləmişdilər. Odunundan hasarlar düzəltmişdilər, pəyə tikmişdilər, yandırmışdılar. Sonra məlum olmuşdu ki, köçəri maldarlıq bunsuz mümkün deyildir. İndi bu haqda düşündükcə Tanabay hər dəfə dəhşətə gəlirdi. Necə olmuşdu ki, o belə bir nitq söyləmişdi. Köçəri maldarlar üçün köhnə yurdlardan əlverişli heç bir şey olmadığı halda niyə o yurdların əleyhinə çıxmışdı? Necə olmuşdu ki, Tanabay bu qədim alaçıqlarda öz xalqının böyük zəkasını görməmişdi. Hər çöpü, hər qarışı böyük ustalıqla düşünülmüş bu qədim yurdlar insanların əsirlik təcrübəsinin məhsulu deyildimi? İndi Tanabay qoca Torqoydan qalan hisli, sökük, salxaq alaçıqda yaşayırdı. Alaçığın yaşı çox idi. Onu hələ də bir tər ayaq üstə durmağının bircə səbəbi vardısa, o da Caydarın tükənməyən səbri idi. Bəzən gün uzunu Caydar alaçığın ora-burasına yamaq vururdu, güc bala ilə onu yaşamalı səhrə salırdı. Ancaq çox keçmişdi ki, yenə tükü tökülmüş, gecə sürüşüb düşürdü. Dəlimə deşiyi işarmağa başlayırdı. Külək içəri vururdu, qar yağış içəri dolurdu. Caydarın əzab təzədən başlanırdı və heç vaxt qurtarmırdı. Hərdən arvad şikayətlənirdi. Nə vaxtaca müsibətdə yaşayacağıq? Bu nədir, bu necə keçədir? Əl vurmamış kül olub tökülür. Dirəklər çürüyüb gedir. Adamın deməyi də ayıb gəlir. Gedib danışaydın bari. Heç olmasa təzə keçir verəydilər. Heç sən bu evin sahibisən yoxsa yox? Bəs biz haçana adam kimi yaşayacağıq? Əvvəllər Tanabay söz verirdi, arvadını sakitləşdirirdi. Ancaq bir gün o kənddə təzə alaçıq barədə söhbət salanlardı. Məlum oldu ki, köhnə ustalar çoxdan ölüb gediblər. Cavanların sabahda heç təsəvvürü də yoxdur. Kolxozda keçədə qıt olmuşdu. Tanabay dedi, yaxşı, siz bizə yun verin, keçəni özümüz basarıq. Necə yun, dedilər. Aydan gəlmisən nədir? Yunun hamısı plan üzrə satışa göndərilir. Təsərrüfatda 1 qram da yun saxlamağa ixtiyar yoxdur. Alaçıq yerinə Tanabay brezent çadır təklif elədilər. Ancaq Caydar heç cür razılaşmadı. Çadırdansa, dedi, bu uçuq alaçıq yaxşıdır. Başqa maldarların çoxu o vaxtlar çadırlara köçməyə məcbur olmuşdular. Ancaq bu da yaşayış idimi? Durmaq olmur, oturmaq olmur. İçəridə od yandırmağa qorxursan. Yayı cəhənnəm istisi, qışda isə soyuqdan it də çadırda qalmaz. İçində şey qoymağa yer yox, mətbəx düzəldə bilmirsən, öz oturduğun yeri ürəyin istəyən cür qaydaya sala bilmirsən, Allahın bir qonağı da gələndə adam xəcalətdə qalır. Şübhəsiz ki, Caydar haqlı idi. O sözünün üstündə bəş durdu. Yox, dedi, mən çadırda yaşaya bilmərəm. Çadır subay adamlar üçündür. O da vaxtdan vaxa həmişə yox. Biz külfətli uşaqlıyıq. Uşağın çimməyi var, oynamağı var, min cür dərdisəri var. O vaxtlar Tanabay təsadüfən Çora ilə rastlaşdım. Ona hər şeyə danışdı. Bu işlərin axırı nə olacaq, dedi. Yoldaş Sədr. Çora isə yazıq-yazıq başını buladı. Bu barədə biz gərək vaxtında fikirləşəydik. Yuxarıdakı rəhbərlərimiz də həmçinin. İndi nə etmək olar? Məktub dalınca göndəririk, bilmirik ki, yuxarıdan nə cavab verəcəklər. Deyirlər, yun qiymətli xammaldır. Defisitdir, xaricə gedir. Onu məişət işlərinə sərf eləmək deyirlər, məqsəd uyğun deyildir. Bununla da Tanabay səsini kəsdi. Belə çıxırdı ki, bu işdə onun özü də müqəssir idi. O ürəyində öz axmaqlığına güldü. Məqsəd uyğun deyildir. Ha, məqsəd uyğun deyildir. Bu söz uzun müddət Tanabayın yadından çıxmadı. Məqsəd uyğun deyildir. Beləliklə də onlar sökük salxa alaçıqlarında qaldılar. Bu alaçağı düzəltmək üçün adicə yun lazım idi. Elə bircə şey ki, onu kolxoz sürüsündən ton-ton qırxıb aparırdılar. Beləcə xeyli düşünüb daşınandan sonra Tanabay əlində tidar alaçığa qayıtdı. Köhnə alaçıq birdən-birə Tanabaya o qədər miskin göründü ki, bir andaca hər şey onun gözündən düşdü. O özünə də nifrət elədi, əlindəki qandıla da nifrət elədi. Tanabay hirsindən dişlərini qıcartdı. Üstəlik, belə pis bir vaxtda Gülsarın dalınca çapan atlılar da gəlib yetişdilər. Tanabay, gedin aparın, dedi. Qəzəbindən dodaqları titrədi. Bu qandalı da sədrinizə verin. Deyin ki, bir də bunu atın ayağına keçirsə, bu dəmirlə onun kəlləsinə əzəcəyəm. Belə də deyin. Bu sözləri Tanabay ürəkdən
dedi, ucadan dedi, ancaq nahaq yerə dedi. Lap nahaq yerə. Bu hirslilik, bu açıq-saçıqlıq onun üçün həmişə baha başa gəlmişdi. Günəşli, işıqlı bir gün idi. Öz gəlişi ilə bahar bir yerdə göz qamaşdırırdı. Təzəcə açılmış yarpaqlar rəng alıb rəng verirdi. Çöllərdən ağappaq buxar qalxırdı. Bahar yaşıl otlardan hər yana xalı sərmişdi. Yola, rizə, insanların ayağı altına. Tövlənin qabağında uşaqlar oynayırdılar. Oyunçuların biri çilinci göyə atırdı, onu havadanca bir ağac ilişdirib yol boyu tolazlayırdı. Sonra yol ağacın boyunca ölçülürdü. 1, 2, 3, 7, 10, 15... Tələbkar hakimlər də oyuncunun dalınca axışıb ölçüyə nəzarət eləyirdilər. Oyuna xələl qatmaq olmazdı. Saydılar 22, qalib əvvəl vurduqlarını da hesabladı. Bayaq 78 idi, bu da 22. Oldu 100, 100, 100. Deyə oğlan sevinclə qışqırdı. O birilər də bu səsi qoşuldu. Ura, 100. Deməli oyun qurtarmışdı. Daha artıq əskiy danışmaq olmazdı. Uduzan qurd kimi ulamalı idi. Qalib cızığa yaxınlaşırdı, çilinci bir daha qabağa atırdı. Qolu gəldikcə atırdı, hamı çilincin düşdüyü yerə axışırdı. Sonra çilinc bir də göyə qalxırdı, bir də vurulurdu. Beləliklə zərbə 3 dəfə təkrar olunurdu. Çilinc irəli atıldıqca uduzanın ağlamağı gəlirdi, çünki o bu qədər yolu nəfəs dərmədən ulamalı idi. Lakin oyunun çox möhkəm qanunları var. Nə durmusan, tez ol ula. Uduzan havanı ciyərlərinə yığıb yola düşürdü. O qaçırdı, oxuyurdu. Akbay, kokbay, ay decəl, buzovları qovma gəl. Qovarsan, çatanmazsan, qulağını kəsərlər. Du-u-u-u. Qaçanın başı gicəllənirdi. Ancaq o canını boğazına yığıb ulayırdı. Yox, yorulurdu, nəfəsi çatmadı. İndi o yerindən geriyə qayıtmalı idi. Təzədən başlamalı idi. Başladı. Yenə də nəfəsi çatışmadı. Qalibin bayramı idi. Bu saat o uduzanı minəcəkdi, qalib uduzanın belinə atılırdı və eşşək kimi sürürdü. Ço, 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 yer görüm, yeri görüm, belə ha, tez-tez, baxın, uşaqlar, mən Gülsarını minmişəm, bu mənim Gülsarımdır, gör necə yorğa gedir, ço, ço. Gülsarı isə bu vaxt divarın dalında tövlədi idi, səbri tükənmişdi. Bu gün onun nədənsə yəhərləyən yox idi, səhərdən nə yem vermişdilər, nə su vermişdilər, yaddan çıxmışdı. Tövlə çoxdan boşalmışdı. Qoşqu atları da, mini atları da getmişdi. Tövlədə bircə Gülsarı qalmışdı. Atçılar tövləni təmizləyirdilər. Divarın dalından uşaqların çığırtısı eşidilirdi. İmkanı olsaydı, Gülsarı bu saat çölə qaçardı. Özünü ilxiyə yetirərdi. Dümdüz çöllər Gülsarın gözü qabağında idi. Haradasa düzlərə yayılmış ilxılar Gülsarının xəyalından getmirdi. Orada atları başı üzərində quşlar uçuşurdu. Quşlar qanadlarını yellələyirdilər, civildəşib bir-birini haraylayırdılar. Gülsarı silkələndi, dartınıb zənciri qırmaq istədi. Yox, onu bəş bağlamışdılar. Qoşa zəncirlə bağlamışdılar. Bəlkə özünün önküləri çağıraydı. Gülsarı başını pəncərəyə uzatdı, ayaqlarını yerə döyüb ucadan uzun uzadı, kişnədi. Ey siz, haradasınız? Atçılardan biri əlində bel Gülsarın üstünə cundu. Kəs dedi, bəsdir zəhləmizi apardın. Sonra qapanın dalındakı bir nəfər üz tutub soruşdu. Çıxardın mı? Bayırdan. Çıxart dedilər. 2 nəfər atçı Gülsarı həyətə çıxartdı. Ah, həyət necə də işıq idi, hava necə də gözəl idi. At yazın məstedici havasını ciyərinə çəkdi, burnunun namnazik deşikləri titrədi. Havada yarpaqların acıntılı iyi vardı. Yumşalmış torpağın şirin qoxusu vardı. Gülsarın bədənində qan oynadı, qaçmaq lazım idi. Gülsarı ehmalca irəli sıçradı. Neçə səs eyni vaxtdan onun qabağını da saxladı. Dayan, dayan. Görəsən niyə bu gün Gülsarın dövrəsini bu qədər adam yığılmışdı? Adamlar qollarını çırmalamışdılar. Qollar tüklü idi, güclü idi. Əyninə boz önlük geymiş bir nəfər par-par parıldayan dəmir dümürü ağ parçanın üstünə yığırdı. Dəmir parıltısından göz qamaşırdı. Başqalarının əlində ip vardı. Gülsarının təzə sahibi də burada idi. Enli qalifə şalvarda qısa, yoğun ayaqlarını bir-birinin aralı qoyub adayla dayanmışdı. Başqaları kimi onun da qaşları çatılmışdı. Ancaq o qollarını çırmalamamışdı. Bir əlini belinə vurmuşdu, o biri əli ilə pencəyinin düymələrini oynadırdı. Dünən də rayondan qaydanda onun ağzından həmişə ki pis qoğu gəlirdi. İbrahim çırmamış qollarını yuxarı qaldırdı. Hə, başlayın dedi, nə durmusunuz? Sonra üzünü sədri tutub, başlayaq mı? Corogol Aldanoviç. Sədr başını tərbətdi. İbrahim tülkü dərisindən olan papağını çıxarıb, tələsə-tələsə tövlənin qapısındakı muxa vurdu. Papaq peyinin üstünə düşdü. O papağı silkib təzədən muxa keçirdi. Yanındakıları üst tutub
Başlayın dedi. Sonra yenə boynunu sədrə sarı uzatdı. Siz biraz kənarda dursaydınız pis olmazdı. Çoroqol Aldanoviç, Allah eləməmiş birdən at vurar sizi. At dediyin şuursuz heyvandır. Ondan hər şey gözləmək olar. Gülsarının boynuna kəndir saldılar. Atın bədənini üşütmə düşdü. Kəndir gəzildən idi, dalayırdı. Kəndiri bərk-bərk belinə doladılar, ucunu arxaya aşırdı. Görəsən adamlar neynəmək istəyirdilər? Niyə kəndiri Gülsarının dal ayaqlarına bağlayırdılar? Topuğuna keçirirdilər. Niyə onun ayaqlarını dolaşdırırdılar? Gülsarı hirslənməyə başlayırdı, fısıldayırdı, gözlərini bərəldirdi. Görəsən bütün bunlar nədən ötürü idi? İbrahim bir daha əl-ayaq düşdü. Tez olun dedi. Sonra zil səsi qışqırdı. Yıxın, 2 cüt yoğun, tüklü bilək bir göz qırpımında kəndiri dartdı. Gülsarı dibində qopmuş ağac kimi yerə gəldi. Günəş dambalaq açdı, zərbədən yer titrədi. Bu nə idi? Niyə Gülsarı böyrü üstü uzanmışdı? Niyə insanlar sifəti qəribə bir şəkildə yuxarı dartılmışdı? Nə üçün ağaclar bu qədər uca görünürdülər? Axı nəyə görə Gülsarı belə narahat uzanmışdı? Yox, belə ola bilməzdi. Gülsarı başını tərpətdi. Bütün bədənini hərəkətə gətirdi. Kəndirlər hər tərəfdən canına keçdi. Atın qıçları dartılıb qarnına yığıldı. At eşələndi, var gücünü topladı. Hələ bağlanmamış dal ayağı da müqavimət göstərdi. Kəmənd daha bərkdən dartıldı. Kəndirin xırçıltısı eşidildi. İbrahim bağırdı. Yapışın, bərk tutun, ayaqlarını saxlayın. Hamı atın üstünə tökülüşdü. Hər tərəfdən Gülsarın üstünə dizlər döşəndi. İbrahim fasiləsiz zingildəyirdi. Başını əyin, başını, kəndiri dolayın, dartın. Yaxşı, tez olun, zirək olun. O ipi bir də tut görün, bir də çək, oldu. Bu tərəfdən bir də dola, düyünlə, yaxşı-yaxşı düyünlə. Kəndiri dartdıqca dartdılar, o qədər çəkdilər ki, bütün kəndir yığılıb daş kimi bir düyün oldu. Gülsarı zarıdı, inildədi, boynunda başında oturanlar tərpədib, yerə yıxıb kəndirdən xilas olmağa çalışdı. Ancaq adamlar yenə durdular. Yenə dizlərini ağırlığı Gülsarın nəfəsini kəsdi. Atın tərli canını üşütmə düşdü, qıçları çeyidi, Gülsarı təslim oldu. Vəssalam. Bax, bunda güc var, ha. At yox, lap traktor ola, daha yerindən tərpənəməz. Sədr ata yaxınlaşdı. Bəli, o özü Gülsarın yeni sahibi atın başı üstündə çöməlib oturdu. Əsnədi, dünənki murdar qoxu yenə Gülsarın nəfəsinə dəydi. Gülümsədi, aşkar sevinclə gülümsədi. Sanki qarşısında yıxılan at deyildi, insan idi. Onu qəddar düşməni idi. İbrahim də sədrin yanında əyləşdi. Üz gözünün tərini sildi. Onlar yan-yanaşı oturdular, papiros çəkdilər, nəyisə gözlədilər. Uşaqlarsa küçədə hələ də oynayırdılar. Akbay, kokbay, ay decəl, buzovları qovma gəl. Qovarsan, çatanmazsan, qulağını kəsərlər. Günəş əvvəlki tək işıq saçırdı. Son dəfə idi ki, Gülsar geniş düzləri görürdü. O düzlərə səpələnmiş ilxları görürdü. Orada ilxların başı üstündə quşlar uçurdular. Qanadlarını yellədirdilər, sevinclə civildəşirdilər. Gülsarın ağzına, burnuna milçəklər doluşmuşdu. Onları qovmaq da mümkün deyildi. Yenə İbrahim üzünə sədrə tutdu. Başlayaqmı, Çoroqol Aldanoviç? Sədr başını tərpətdi. İbrahim ayağa qalxdı. Yenə adamlar hərəkətə gəldilər. Dizləri ilə, döşləri ilə bağlı atın üstünə tökülüşdülər. Gülsarın başını daha bərkdən yerə basdılar. Kiminsə əli atın paçasının arasında gəzdi. Uşaqlar qarğa quş kimi divarın üstünə doluşdular. Bax, gör atı nə eləyirlər? Dırnağını təmizləyirlər. Bax, yaman da bilənmişsən, dırnaqzat təmizləmirlər. İbrahim uşaqların üstünə bağırdı. Ey, siz orada nə edirsiniz? İtilin oradan, gedin oynayın. Burada sizlik iş yoxdur. Uşaqlar divarın üstündən tökülüşdülər, ara sakitləşdi. Yenə adamlar Gülsarını basıb əzirdilər. Nəsə soyuq bir şey ətinə toxunurdu, onu üşüdürdü. Gülsarı yumuşaq kimi büzüşmüşdü. Sədr isə hələ də çöməlib oturmuşdu, baxırdı, nəsə gözləyirdi. Birdən Gülsarın canında elə dəhşətli bir ağrı qopdu ki, atın gözlərinin işığı çili-çili oldu. Ax, haradasa qıpqırmızı od parıldadı. Sonra zülmət çökdü, qapqara zülmət. Hər şey qurtarandan sonra da bir müddət Gülsarını açmadılar. Gərək qan kəsiləydi. İbrahim dikəldi. Əllərini silə-silə sədrin qarşısında dayandı. Qurtardıq, dedi. Çoroqol Aldanoviç, hər şey qaydasındadır. Daha bunun ilxıya qaçmağı qurtardı. Çox qaçıb bəsdir. Qaldı ki, Tanabay ona baş qoşmağa dəyməz. Tüpürün. O adam həmişə belə olub. Heç öz qardaşına da ürəyi yanmayıb. Qolçamaqlıqdan salıb Sibirə göndərib. Eləsində də heç kəsə xeyir gəlməz. Özündən razı halda İbrahim papağını mıxdan götürdü. Silkib
sığallayıb tərli başına qoydu. Uşaqlar hələ də oynayırdılar. Akbay, kokbay. Ahansa tanımadım, belini əy. Su, Gülsarı, irəli, urra, mən Gülsarını minmişəm. Bu mənim Gülsarımdır. Günəşli işıqlı bir gün idi. Gecə, dərin gecə. Bir qoca at və bir qoca insan. Dərədə tonqal yanır, alov titrəyir, qalxır, yatır. Donmuş, bərkimiş torpaq atın böyrünü üşüdür. Boynunda çuqun ağırlığı var. Başı qalxıb düşməkdə yorulub, lap o vaxtki kimi yorulub. Elə bil yenə də ayağı qandallı yol gedib. Hoppana hoppana, atla atla. O yana ayağındakı qandal qırmaq istəyir, qıra bilmir. İstəyir çapsın, elə çapsın ki, dırnaqları od üstündə alışsın. İstəyir göyə qalxsın, uçsun, sinə dolusu nəfəs alsın. Gülsarının örüşə çapmağı gəlir. Var səsi ilə kişnəmək üçün, ilxını çağırmaq üçün. İstəyir madyanlarla, qulanlarla bircə çapsın. Ancaq edənmir. Gah işıq, gah qaranlıq, gah işıq, gah qaranlıq. Gülsara baxa bilmir, gözləri yumulur. Zəncirlərin səsi gəlir. Onlar atın ayaqlarına batır, ayaqların qanı axır, boşluq, qaranlıq, qandal ağrısı yaman olur. Qandalla yerimək çətin olur. Dərədə tonqal yanır, donmuş, bərkimiş torpaq atın böyrünü üşüdür. 2 həftədən sonra ilxi yeni köç etməli oldu. Atlar dağa qalxmalı idilər. İlxıçılar dağdan məskən salacaqdılar. Bütün yayı, payızı, qışı, gələn yazıcan mənzildən mənzilə köçmək asan məsələ deyil. Üstəlik, köç vaxtı gələndə o qədər zirzibil yığılır ki, görünür atalar nahaq yerə deməmişlər. Əgər özünü kasıb bilirsən, zəhmət çək, bir dəfə köç elə. Köçmək üçün hazırlaşmağın vaxtı çatmışdı. Görüləsi xeyli iş vardı. Dəyirmana, bazara, pinəçi dükanına getmək lazım idi. İnterneta baş çəkib uşaqdan bir xəbər bilmək lazım idi. Tanabay isə suyu süzülən toyuğa dönmüşdü. Heç arvad da ondan baş çıxara bilmirdi. Hava işıqlananda dururdu. Atların birbaşa ilxiyə çapırdı. Bir kəlmə söz soruşmaq olmurdu. Nahar vaxtı qayıdıb gəlirdi. Dilxor, əsəbi, özü də elə bil neysə gözləyirdi. Həmişə nigaran idi. Caydar çox əlləşdi, ancaq ərindən bir söz çıxara bilmədi. Nəhayət bir dəfə Tanabay arvadına cavab verdi. Bu günlər pis yuxu görmüşəm, dedi. Belə deyirsən ki, daha soruşmayım, eləmi? Yox, düzünü deyirəm, heç yadımdan çıxmır. Başıma xeyir. Bir vaxt bütün kənddə birinci Allahsız sən deyildinmi? Qaraları gecə-gündüz sənə qarğımırdılarmı? Qocalırsan Tanabay. Sənin dərdin budur. Axşamacan ilxının böyür başında hərlənirsən, bu gün sabah köç başlanır, heç sənin vecinə də deyil. Mən yazıq tək canıma bu qədər işi necə beyər-beyər eləyim? Uşaqlar da bir yandan, heç olmasa gedib sonraya baş çəkəydin. Qanacağı olan adam xəstəyə baş çəkməmiş köç eləməz. Tanabay bundan da boyun qaçırdı. Qaçmır ki, dedi. Sonra gedərəm. Sonra yenə yəni haçan? Axı nə olub sənə? Elə bil avula getməyə qorxursan. Sabah yığışaq ikimiz də gedək. Uşaqları da özümüzlə götürürük. Gərək mən də avula baş çəkim. Ertəsi gün qonşulardan cavan bir çobanla razılaşdılar. İlxını ona tapşırdılar, atlanıb ailəlicə kəndə yollandılar. Kiçik qızı Caydar qucağına aldı. Böyüyü Tanabay götürdü. Uşaqları qabaqlarında oturdub, at üstə yavaş-yavaş yol getdilər. Kəndə yetişdilər. Küçələrdə tanış-bilişlə salamlaşdılar. Dəmirçixanaya çatanda Tanabay gözlənilmədən atı saxladı. Yəhərdən düşüb böyük qızı da Caydar minən atın tərkinə qoydu. Arvad təəccüblə soruşdu. "Neynirsən? Hara gedirsən?" Tanabay, "Siz gedin," dedi. "Mən bu saat qayıdıram." Sonraya denən ki, indicə mən də gəlirəm. İdarədə təcili işim var. Birazdan bağlayıb nahara gedəcəklər. Gərək dəmirçixanaya da baş çəkəm. Köç üçün nal almalıyam. Qab-qaşıq götürməliyəm. Axı yaxşı düşməz. Biz xəstə yanına gəlmişik. Eybi yoxdur. Sən sür get. Bu saat qayıdıram. Tanabay nə idarəyə getdi, nə də dəmirçixanaya baş çəkdi. O birbaş at tövləsinə çapdı. Tələsə-tələsə heç kəsi çağırmadan tövləyə girdi. Gözləri tövlənin toranlığına alışınca Tanabayın dodaqları qurudu. Tövlə bomboş idi. Atların hamısı işə çıxmışdı. Baxıb dörd bir tərəfi yoxlayandan sonra Tanabay özünə gəldi. Atçıları axtara-axtara o biri qapıdan tövlənin həyətinə çıxdı. Neçə gün qorxa-qorxa düşündüyü şeyi Tanabay burada gördü. Yumruqları özündən xəbərsiz düyümləndi. "Ah, alçaqlar," dedi. "Mən bunu bilirdim." Gülsarı talvarın altında idi. Quyruğunu ip keçirmişdilər. İpi boynuna bağlamışdılar. Atın bir-birindən aralı qoyulmuş dal ayaqlarının arasında qapqara səhəng boyda iri şiş vardı. Şiş bərkimişdi, hov eləmişdi.
At başı ota uzadıb hərəkətsiz dayanmışdı. Gözlərində ağrı vardı, ələm vardı. Tanabay hirsindən dodaqlarını çiynədi. Ata yaxınlaşmaq istədi, cəsarəti çatmadı. Onun gözləri önündə yenə də nəhayətsiz bir boşluq yarandı. O boş tövlədə, o kimsəsiz həyətdə, o axtalanmış atda Tanabayın ürəyini sıxıntı ilə doldurdu. Tanabay atının başını döndərdi. Dinməz söyləməz geri qayıtdı. İş işdən keçmişdi. Axşam onlar Köçəbəyə qayıdanda şam vaxtı Tanabay bu barədə qəmli-qəmli söz açdı. Yuxum doğru çıxdı. Nə olub ki? Orada qonaqların yanında demək istəmədim. Daha Gülsarı bu tərəflərə qaçıb gəlməyəcək. Bilirsənmi? Başına nə oynatıblar? Axtalayıblar alçaqlar. Bilirəm. Buna görə də səni dartıb ağla aparmışdım. Sən bu xəbər eşitməkdən qorxurdun, elə deyilmi? Nə üçün qorxmalıydın? Uşaq deyilsən ki, məgər at axtalamaq birinci dəfədir, yaxud axırıncı dəfədir. Bu iş bu növrədən belə olub. Bundan sonra da belə olacaq. Bunu ki hamı bilir. Daha Gülsarı barədə Tanabay heç bir söz demədi. Ancaq o, sədrə olan münasibətini gizlədə bilmədi. Yox dedi, yox. Bu təzə sədr heç yaxşı adama oxşamır. Ürəyim belə deyir. Caydar etiraz elədi. Nə danışırsan Tanabay? Belə şeyləri boşla getsin. Sənin atını axtalayıblar. Deməli, sədr pis adamdır. Bu nə sözdür deyirsən? Sədr təzə adamdır. Kolxoz böyük, iş çətin. Eşitmədinmi? Sonra deyirdi ki, tezliklə kolxozların işinə baxacaqlar, kömək eləyəcəklər, təzə planlar cızılır. Ancaq sən vaxtında qabaq hökm çıxarırsan. Axı biz bu çöl biyabanda çox şey bilmirik. Şamdan sonra Tanabay İlxanın yanına getdi və gecə yarıyacan orada oldu. Özünü soyub danladı, hər şeyi yadından çıxarmağa çalışdı. Ancaq tövlədə gördüyü mənzərə onu heç cür rahat buraxmadı. İlxanın dövrəsində at çapıb çölləri gəzə-gəzə Tanabay düşündü. Bəlkə mən doğrudan da səhv eləyirəm. Bəlkə adamların haqqında belə düşünmək olmaz. Əlbəttə axmaqlayıram, ona görə ki qocalıram. İl boyu İlxanın dalınca qaçıram, nə gözüm bir şey görür, nə qulağım bir şey eşidir. Bəs yaşamaq nə vaxtacan belə çətin olacaq? Bircə nitqlərə qulaq asanda elə bilirsən ki, hər şey qaydasındadır. Yaxşı, fərz eləyək ki, mən səhv eləyirəm. Kaş elə mən səhv eləmiş olum. Ax, başqaları da yəqin ki, mənim kimi fikirləşirlər. Tanabay at üstə çölləri gəzdi, düşündü, özü öz suallarına cavab tapa bilmədi. Və beləcə düşünə-düşünə o kolxozun təzəcə qurulduğu vaxtları xatırladı. Onlar xalqa xoşbəxt həyat vəd eləmişdilər. Böyük-böyük arzularla yaşamışdılar. Bu arzuları həyata keçirmək üçün onlar nələr etməmişdilər. Hər şey kökündən dəyişilmişdi. Köhnəlik süpürülüb atılmışdı. Nəticəsi də pis olmamışdı. Babatca yaşamağa başlamışdılar. Əgər o murdar müharibə olmasaydı, cəmaət əvvəlkindən də yaxşı yaşaya bilərdi. Bəs indi müharibədən neçə il keçirdi. Yenə də təsərrüfatı köhnə alaçıqlar kimi yamaqlayırdılar. Bir yandan tuturdun, o biri yandan cırıq qalırdı. Axı nəyə görə? Niyə kolxoz o vaxtki kimi doğma deyildi? Niyə? Cəmaət üçün bir növ yad olmuşdu. O vaxtlar iclasda qəbul edilən hər bir qərar qanun idi. Bilirdilər ki, qanunu özləri qəbul ediblər, özləri də həyata keçirməlidirlər. İndi isə iclaslar boş söhbət yığınağı idi. Heç kəsin qayğısına qalmırdı. Kolxozu da elə bil kolxozçular idarə eləmirdilər. Kimsə kənardan idarə eləyirdi. Sanki kolxozun işləri kənardan baxanlar üçün daha yaxşı görünürdü. Necə işləmək lazımdır, təsərrüfatı necə saxlamaq lazımdır, gah elə deyirdilər, gah belə deyirdilər. Təsərrüfatın başına min cür oyun açırdılar. Ancaq heç bir xeyri yox idi. Xəcalətdən cəmaatın üzünü çıxmaq olmurdu. Adamlar sual eləyirdilər. Bax, sən partiyaçısan, kolxozu qurmusuz, bu işdə hamıdan çox boğaz yırtmısan. Bir bizi başa sal görək, bu işlərin axırı necə olacaq? Bu sözlərin qabağında bir söz demək mümkün idimi? Tanabay bir neçə gün əvvəl mühazirə oxumağa gəlmiş kişini yadına saldı. O adam dildən danışırdı. Güya dil barəsində də təzə elm çıxmışdı. Onunla Tanabay kolxoz söhbət eləyəndə kişinin gözləri bərələ qaldı. Sizin fikirləriniz də şübhəlidir, xoşuma gəlmədi. Bütün bunlar qəribə deyildimi? Atını çöl boyunca sürə-sürə Tanabay qərarı aldı ki, sonra ilə söhbət eləsin. Yerindən duran kimi onu məcbur eləyəcəm ki, ürəyini açıb töksün. Özüm də hər şeyi açıb tökəcəyəm. Əgər səhv eləyirəm, qoy məni başa salsın. Düz deyirəmsə, bəs onda? Yox, belə şey olmaz. Əlbəttə mən səhv eləyirəm. Mən kiməm ki? Adicə ilxıcı, çoban. Orada ağıllı adamlar oturub. Tanabay qayıdıb alaçığa gəldi. Yerinə uzansa da xeyli vaxt yata bilmədi. Fikir, xəyal rahatlıq vermədi.
Axı səbəb nədir? Yenə də Tanabayın sualı cavabsız qaldı. O heç sonra ilə də dərdləşə bilmədi. Köz qabağı iş çox idi. Yenə də dağlara köç başlandı. Bütün yayı, payızı, qışı da ta gələn yazıcan. Yenə ilxılar, naxırlar, sürülər, çaylar keçdi, təpələr aşdı, yüklü atlar, ulaqlar bir-birinin dalınca düzülüşdü. Dərələrə səs düşdü. Qadınların yaylıqları göz qamaşdırırdı. Qızlar intizar mahnısı oxudular. Yenə öz ilxısını Tanabay o böyük çəmənlərə sürdü. Həmin təpələri aşdı, kəndin yanından keçdi. Qıraqdakı o evi görəndə yenə də Tanabayın ürəyi sızıldadı. O gecələr yada düşdü, Gülsarı yada düşdü. İndi onun nə yorğa atı vardı, nə o qadın idi, Tanabayın idi. Hər şey ondan uzaqlaşmışdı. Baharla gələn bir dəstə durna kimi uçub getmişdi. Ağ dəvə, ağ camaya, nə zamandır ki o səhralar aləmini gəzir, mələyir, nalə çəkir. Ağ dəvə balasını axtarır. Haradasan, balam mənim, dillənsənə. O ilin payızında Tanabay Bakazovun həyatında gözlənilməz bir hadisə baş verdi. O ilxını döşlərə çıxardıb, payız örüşlərində otarırdı ki, oradan birbaş qışlağa aparsın. Elə bu vaxtlar kolxozda gələn bir nəfər Tanabaya təzə xəbər verdi. Məni sonra göndərib dedi. Sən gərək sabah avulda olasan. Oradan rayona müşavirəyə gedəcəksən. Ertəsi gün Tanabay kolxoz idarəsinə getdi. Sonra orada idi. Partorgun kabinetində oturmuşdu. Arıqlığında və dodaqlarının göylüyündə xəstəliyin əlamətləri görünsə də, yazdakına nisbətən xeyli yaxşılaşmışdı. Sonra cimrah görünürdü. Bəş məşğul idi. Başına xeyli adam toplaşmışdı. Tanabay dostunu belə görüb sevindi. Deməli, sonra dirçəlmişdi. Təzədən işə başlamışdı. Camaat dağılışıb gedəndən sonra diqqətlə Tanabayı süzdü. Əlini batıq ovurtlarını çəkib gülümsədi. Amma sən heç qocalmırsan Tanabay. Əvvəlki Tanabay sanki durmusan. Gör Hasandır, biz görüşmürük. Yazın əvvəlindən. Kumislə dağ havası ayrı şey imiş. Ancaq mən yavaş-yavaş geri gedirəm. Vaxt çatıb deyəsən. Sonra bir qədər sustu. Sonra ciddi söhbətə keçdi. Sənə işimiz düşüb Tanabay. Ancaq qorxuram. Deyəsən ki, üz verdi, astarı da istəyirlər. Neynək, çətin olsa da gərək dözək. Sabah maldarların müşavirəsinə gedirik. Maldarlığın vəziyyəti pisdir. Xüsusən qoyunçuluğun, xüsusən bizim kolxozda tamam biabırçılıqdır. Raykom müraciət elan eləyib. Kommunistlər və komsomolçular təsərrüfatın geri qalmış sahəsinə, yəni sürülərə getməlidir. Kömək elə. O vaxt atları başına buraxmadın. Sağ ol. İndi bu işdə bizə kömək elə. Sürünü təhvil al, get çobanlığa. Tanabay dedi. Yaman tez iş görənmişsən sonra. Sonra sustu. Ürəyində fikirləşdi. Atları öyrənmişəm. Davarın içində darıxaram. Bir də kim bilir bu işin axırı necə olacaq. Mən səni məcbur eləmirəm deyə sonra təzədən söhbətə başladı. Ancaq neynəmək olar? Partiyanın tapşırığıdır. Acığın tutmasın. Bəd ayaqda dost kimi yaxamdan yapışarsan. Haqq hesabı bir dəfəlik çürüdərsən. Tanabay. Yaxşı dedi. Vaxt gələr haqq hesabı çürüdərik. Görərsən analar necə oğullar doğub. Gülə-gülə dedi. Heç ağlını da gətirmədi ki, çox keçməmiş o sonra ilə doğrudan da haqq hesabı çürütməli olacaqdır. Ancaq davar məsələsini gərək fikirləşim. Arvadla götür qoy eləyim. Fikirləş, nə deyirəm ki? Ancaq gərək səhərəcən bir qərarı gələsən. Müşavirədən qabaq məlumat verməliyik. Caydara sonra məsləhətləşərsən, hər şeyi izah eləyərsən. Vaxt tapsam, lap özüm də gələrəm, əhvalatı danışaram. Ağıllı arvaddır, başı düşər. Caydar olmasaydı, indi sən Allah bilir harada gəbərmişdin, deyə sonra zarafat elədi. Sonra yenə ciddiləşib soruşdu. Caydarın keyfi necədir? Uşaqlar necədirlər? Beləliklə də evdən, ailədən, xəstəlikdən, oradan-buradan söhbət başladı. Tanabay özünü çoxdan düşündürən o böyük söhbəti başlamağa çox can atdı, ancaq bir şey çıxmadı. Dağlardan çağırılmış maldarlar bir-bir toplaşmaqda idilər. Sonra onun özü də tələsirdi. Tez-tez saatına baxırdı. Deməli danışdıq. Atın apar, tövləyə bağla. Səhər tezdən hamımız bir yerdə maşınla gedəcəyik. Axı biz maşın almışıq. Tezliklə ikincisini də alacağıq. Varlanacağıq. Mən bu saat yola düşməliyəm. Gərək saat 7-dən rayonda olam. Sədr indi oradadır. Yəqin ki, saat 7-yəcən yorğa at məni ora çatdırar. Maşından pis getmir. Tanabay təəccübləndir. Necə? Dedi, məgər Gülsarın sən saxlayırsan? Sədr deyəsən hörmət eləyib sənə. Orasını deyə bilmərəm. Hörmət ya qeyri hörmət. Ancaq atı mənə verib. Bir də bilirsən məsələ nə yerdədir, deyə sonra əllərini yelləyib gülümsədi.
Necə olubsa, birdən-birə at büsbütün sədrə düşmən kəsilib. Ağla sığışan şey deyil. Görəndə itə dönür, sədr yaxına buraxmır. İş qalmayıb ki, başını açmasınlar. Qoymur ki, qoymur. İstəyirsən vur öldür. Ancaq mən minirəm. Əməlli başlı yol gedir. Sən onu qiyamət öyrətmisən. Hərdən lap ürəyimin ağrısını da yadından çıxarır. İnanırsanmı? Bircə bu ata görə ömrüm boyu partorq işləməyə razıyam. Bu at sağaldır məni. Sonra güldü. Ancaq Tanabay gülə bilmədi. Heç onu mən də sevmirəm, dedi. Kimi? Deyə Çoro gülməkdən yaşarmış gözlərini silə-silə xəbər aldı. Sədri. Çoro ciddiləşdi. Sən onu nəyə görə sevmirsən? Bilmirəm. Mənə elə gəlir ki, vetsiz adamdır. Həm vetsiz, həm də kinli. Yaxşı adam olub sənin xoşuna gəlmək çətin məsələdir. Məni ömrüm boyu yumuşaqlığımın üstündə danlamısan. İndi bunu da bəyənmirsən. Mən bir şey bilmirəm. İşə çıxdığım çox deyil. Hələ sədri yaxşı tanıya bilməmişəm. Onlar sustular. Tanabayın qandal barədə, atın axtalanmağı barədə Çoroya demək istədikləri birdən-birə onun özündə də yersiz göründü. Mənasız göründü. Pərtliyini gizlətmək üçün Tanabay söhbəti bayaq Çorodan eşitdiyi xoş xəbərin üstünə gətirdi. Yaxşı olub, dedi. Yaxşı olub ki, maşın veriblər. Deməli, bundan sonra kolxozda da maşınlar gezəcək. Çox gözəl, çox gözəl. Vaxtında veriblər. Müharibədən qabaq aldığımız polotorka yadındadırmı? Sevindik. Böyük mitinq oldu. Niyə də sevinməyəydik? Kolxozda öz maşınımız olacaqdı. Hələ sən maşının üstündə nitqdə irad elədin. Baxın yoldaşlar, sosializmin bəhrəsinə baxın. Sonra maşını cəbhəyə göndərdilər. Bəli, olmuşdu. Elə bir vaxt olmuşdu. Qəribə zaman idi. O zaman günəş dolu bir səhər idi. O zaman avtomobil bir yana dursun, Suez kanalını çəkib evə qaydanda gətirdikləri adicə petafonlarla onlar kənddə neçə gün toy bayram eləmişdilər. Onda yayın axırları idi. Axşam çağları cəmaət patefon olan evlərə toplaşırdı. Patefonlar küçələrə çıxarırdılar. Qırmızı ləçəkli zərbəçi qızın mahnısına hamılıqla qulaq asırdılar. Ey zərbəçi qız, başında qırmızı ləçək, sən bizə bir çay ver içək. Onlar üçün bu da sosializmin bəhrəsi idi. Yadındadırmı Çoro? Biz özümüz necə maşına doluşduq, maşında iynə salmağa yer yox idi. Mən kabinetin qabağında dayanmışdım, bayraq tutmuşdum. Elə bil bayram idi. Maşın vağzıla sürdü. Dəmir yolundan keçib Qazaxıstana getdim. Parkda pivə içdik. Gedəndə də gələndə də yol boyu mahnı oxuduq. O vaxt bizimlə gedənlərin çoxusu indi yoxdur. Davada həlak oldular. Hə, sən işə bax ki, gecə də yol gələndə mən o qırmızı bayrağı əlimdən tutmuşdum. Qaranlıq idi. Kim görəcəkdi? Ancaq mən bayrağı bərk-bərk tutmuşdum. Əlimdən yerə qoymaq istəmirdim. O mənim bayrağım idi, yadımdadır. O qədər oxumuşdum ki, boğazım tutulmuşdu. Daha biz nəyi oxumuruq, Çoro? Qocalırıq, Tanabay. Belə bir şey, bir növ yaraşmır bizə. Mən onu demirəm. Biz payımızı oxumuşuq. Bəs cavanlar, hərdən internetdə oğlumun yanında oluram. Bilmirsən öyrəndiyi nədir? Axırı nə olacaq? İndidən böyüklərə quyruq bulayır. Sən deyir ata, məktəbimizin direktoruna tez-tez kumis gətir. Niyə axı? Dərslərində də pis deyil. Sən hələ onların oxumağını görəsən. Uşaq vaxtı mən Aleksandrovkada Yefremova muzdurluq eləyirdim. Bir dəfə Pasxa bayramında o məni kilsəyə aparmışdı. Bu saat bizim uşaqlar da eynən oradakı kimi oxuyurlar. Əlləri qoyunlarında, sifətləri daş kimi quru, elə bil Rus kilsəsində oxuyurlar. Oxuduqlarının da hamısını bir-birinə oxşayır. Düzü, mənim belə şeylərdən heç xoşum gəlmir. Bu saat mənim çox şeydən başım çıxmır. Vaxt tapsaydıq, bir oturub dərdləşərdik. Həyatdan geri qalmışam. Bu çox şey qaranlıqdır mənim üçün. Yaxşı Tanabay, vaxt tapıb bu barədə söhbət edərik, deyə Çoro kağız-çuğuzu yığışdırıb çantasına doldurmağa başladı. Ancaq sən bu şeyləri çox da ürəyinə salma. Məsələn, mən inanıram, möhkəm inanıram. Nə qədər çətinlik olsa da, gec-tez dirçələcəyik, varlanacağıq, necə ki, bir vaxt arzu eləmişdik. Danışa-danışa Çoro çantasını götürüb yola düzəldi. Sonra nəsə yadına düşdü, astanada ayaq saxladı. Bura bax Tanabay, dedi. O gün küçədə həyətinizə boylandım, yaman gündədir. Ev eşiyə baxmırsan, həmişə dağda daşdasan, evin qalıb başına. Müharibə vaxtı Caydar tək olanda ev eşiyi bundan abad idi. Bir get bax, nə lazım olsa deyərsən. Yazda bir təhər kömək edərik, təmir işinə baxarsan. Yoxsa ev eşiyi lap əldən gedir. Yayda bizim Samansur tətilə gəlmişdi. Görüb lap dilxar olmuşdu. Kərəntini götürdü. Heç olmasa dedi gedim həyətin qanqalını biçim. Deyir ki, divarlarının suvaq tökülüb. Şüşələr sinib dağılıb. Evin içində deyir sərçələr uçuşur.
Ev barəsində düz deyirsən. Sağ olsun Samansuru. Özü necədir? Yaxşımı oxuyur? 2-ci kursdadır. Oxumağı da mən bilən pis deyil. Bax, cavanlar deyirsən, mən öz oğlumda qiyas götürürəm. Görürəm ki, pis deyil, indinin cavanları. Söhbətindən bilinir ki, orada institut, yaxşı uşaqlar oxuyur. Ölmərik, görərik. İndidən cavanları savadlıdırlar. Fikirləşib bir yol tapacaqlar. Oradan sonra birbaş tövləyə yollandı. Tanabay evinə baxmağa getdi. O həyəti 4 dolandı. Yayda Samansurun biçdiyi quru qanqal ayağının altında xırçıldadı. Evin sahibsiz qalmağı Tanabayın ürəyini ağrıdırdı. Başqa maldarların evində qohumları otururdu, yaxud o evləri heç olmasa qıraqdan nəzarət edirdilər. Tanabayın 2 doğma bacısı başqa-başqa kəndlərdə olurdu. Qardaşı Qulubayla əlaqəsi kəsilmişdi. Caydarın yaxın qohumu heç yerli dibli yox idi. Nəticədə ev eşiyi başına buraxılmışdı. Deməli bundan sonra da ev başına qalacaqdı. Çünki yenə də Tanabay köçəri maldarlıqla məşğul olmalı idi. Çobanlığı boynuna götürüb qoyuna getməli idi. Qoyuna getmək məsələsində Tanabay hələlik tərəddüd keçirirdi. Ancaq ürəyində bilirdi ki, sonra onu yola gətirəcəkdir. O sonra onun sözündən heç vaxt çıxmamışdı. Ertəsi gün maşına minib rayon mərkəzinə yollandılar. Nəhəng 3 tonluq qaz hamının xoşuna gəldi. Maldarlar zarafatlaşdılar. Lap padşahlar kimi gedirik dedilər. Tanabay da sevindi. Lap çoxdan idi ki, o maşını minməmişdi. Müharibə qurtarandan, müharibə vaxtı Tanabay Amerika Studebakerlərində Slovakiyanın, Avstriyanın yollarını gəzmişdi. Çoxlu nəhəng maşınlar idi. Tanabay fikirləşmişdi. Bu cür maşınlar bax bizə lazımdır. Xüsusən dağlıq yerlərdə taxıl daşımaq üçün. Belə maşınlar üçün yerdə batıb qalmaz. O inanmışdı ki, müharibə qurtarandan sonra kolxozda belə maşınlar olacaqdır. Qələbədən sonra hər şey olmalı idi. Küləkdə üstü açıq maşında gedə-gedə söhbət eləmək olmurdu. Getdikcə ara daha da sakitləşirdi. Tanabay cavanları üz tutdu. Oxuyun, dedi, uşaqlar. Biz qocalara baxmayın. Siz oxuyun, biz də qulaq asaq. Cavanlar səs-səsi verdilər. Əvvəlcə bir şey çıxmadı. Sonra iş yoluna düşdü. Yol getmək ləzzət verdi. Belə yaxşıdır, Tanabay düşündü. Belə yaxşıdır. Ən yaxşısı orasındadır ki, nəhayət bizi bir yerə yığırlar. Danışacaqlar yəqin. Kolxozları məsələsini həll eləyəcəklər. Rayon mərkəzinə adam çox idi. Səs-küydən qulaq batırdı. Klubun qabağındakı meydançada xeyli maşın vardı. Araba vardı. Mini atların əlindən tərpənmək mümkün deyildi. Çayçılar, kebabçılar həmişəki kimi yan-yana düzülmüşdü. Pis qalxırdı, tüstü ucalırdı. Şey satanlar hay verib müştəri çağırırdı. Burada sonra Tanabayın yolunu gözləyirdi. Düşün, gedək. Tez olun, özünüzə yer tutun. İndicə başlanacaq. Tanabay, hara gedirsən? Mən bu saat qayıdıram, deyə Tanabay atların arasına soxulub, zorla qabağa yeridi. O hələ maşında ikən Gülsarını sezmişdi. Onun yanına gedirdi. Tanabay yazdan bəri Gülsarını görməmişdi. Buradakı yəhərli atların arasında Gülsar özünün açıq sarı rəngi, enli, qüvvətli gövdəsi və iri başı ilə seçilirdi. Tanabay özünü atın yanına verdi. Salam Gülsarı, dedi, salam. Hə, necəsən, qardaş? Yorğa at alma gözlərini açıb, öz köhnə sahibini tanıdı, fısıldadı. Ayaqlarını qaldırıb qoydu. Yox, yaxşısan, pis deyilsən. Qəşəng kürək sallamısan, Gülsarı. Deyəsən, çox qaçırsan. O vaxt sənə bərk əziyyət verdilər, eləmi? Bilirəm. Şükür elə ki, indi yaxşı ilə düşmüyormsə. Özünü sakit apar. Hər şey qaydasında olacaq, deyə Tanabayın atın boynundakı heybəni əlləşdirdi. Hələ heybənin dibində xeyli yulaf vardı. Deməli, sonra atı ac qoymurdu. Sən burada dur, Gülsarı, mən gedirəm. Klubun qabağındakı divara qırmızı şüarlar vurulmuşdu. Kommunistlər irəli, komsomol, Sovet gənclərinin qabaqcıl dəstəsidir. Aldanov Tanabaya qırağa çəkdi. Bura gəl, dedi. Sənə sözüm var. Adını biz qeyd elətdirmişdik, bu da bloknotum. Sən bu gün çıxış eləməlisən, partiyanın üzvüsən, bizim ən yaxşı ilxıçımızsan. Mən orada nə barədə danışmalıyım. Deyəcəksən ki, sən bir kommunist kimi geridə qalmış sahəyə gedirsən, çobanlığa, qoyun otarmağa. Elə bu? Sonra öhdəçilikdən danışarsan, partiyanın və xalqın qarşısında deyərsən, söz verirəm ki, hər 100 qoyundan 110 bala alacağam. Hər qoyundan 3 kilo yün çıxaracağım, qırxacağam. Mən sürünün heç üzünü də görməmişəm. Bu sözü necə deyə bilərəm? Sən sözünü de, sürü qaçmır. Sonra söhbətə qarışdı. İstədiyin qoyunları seçib götürə bilərsən. Narahat olma. Bir də onu de ki, 2 nəfər komsomolcu çobanı hamiləyə götürsün. Kimi? Çorosiyaya baxdı. Polotbekov eşimi, bir də ki, Zarlukov Bektayı.
Axı mən onlarla danışmamışam, bəlkə heç razı deyillər. Sədr hirsləndi. Sən yenə dediyini deyirsən. Qəribə adamsan. Gərək mütləq onlarla danışasan. Fərq nə imiş? İtməyəcəklər ki. Harada olsalar tapılacaqlar. Biz onları sənə təhkim eləmişik. Məsələ çoxdan həll olunub. Madam ki, həll olunub, nə üçün mənimlə məsləhətləşirsiniz? Tanıbay getmək istədi. Sonra qoymadı. Dayan dedi. Deyəcəyin sözlər yadından çıxmaz ki, ancaq Tanabay dayanmadı. Çıxmaz, deyə o gedə-gedə əsəbi halda cavab verdi. Müşavirə axşamçağı qurtardı. Rayon mərkəzi boşaldı. Adamlar dağılışıb getdilər. Kimisi dağlara, fermalara, sürülərin, naxırların yanına, kimisi də kəndlərə, aullara. Tanabay gəldiyi maşınla da geri qayıtdı. Aleksandrov yoxuşunu çıxdılar. Çöl boyu səssiz-səmirsiz yol getdilər. Axşam idi, sərinlik düşmüşdü. Külək adamın iliyini işləyirdi. Payız küləyi. Tanabay bir küncə qısılmışdı. Kürkünün yaxasını da qaldırmışdı. Öz fikrində, xəyalətində idi. Bu da müşavirə, oldu da, qurtardı da. O özü ağıllı da, bir söz deməsə də, heç olmasa başqaları deyəni eşitdi. Hər şeyi yoluna qoymaq üçün hələ görünür çox iş görmək lazım idi. Düz deyirdi. O eynəkli kişi, obkom katibi, bizim üçün heç bir hazır yol yoxdur. Yolu özümüz açmalıyıq. İşə bax, 30-cu ildən bəri gah yuxarı, gah aşağı, gah eniş, gah yoxuş. Doğrudan da çətin məsələymiş bu kolxoz deyilən şey. O özü bu yolda saç ağartmışdı. Bütün gəncliyini bu işə sərf eləmişdi. Bu yolda o nələr görməmişdi, nələr iş etməmişdi. Səfih işlər də az olmamışdı. Buna baxmayaraq, Tanabay arzu elədiyi o həyata müdam can atmışdı. O dövranı bu gün sabah gözü ilə görəcəyini həmişə ümid bəsləmişdi. Ancaq kolxozun müsibətləri qurtarmırdı. Nə etmək, madam ki, işləmək lazım idi, işləyəcəkdilər. Katib düz deyirdi. Müharibədən sonra çoxları səhv eləmişdi. Həyat öz-özünü dəyişə bilməzdi. Hər kəs onu öz çiyinlərinə aparmalı idi. Ölənəcən aparmalı idi. Bircə orası pis idi ki, bu həyat deyilən şey bəzən çox ağır olurdu. Adamların çiyini əzirdi, qabar eləyirdi. Bəli, sonra onu çaşdırdı, bərk çaşdırdı. Çıxış elə, ancaq qısa, öz öhdəçiliklərindən de. Özgə şey lazım deyil. Məsləhət görmürəm. Tanabay da ona qulaq asdı. Tribunaya çıxan kimi cəsarəti tükəndi. Bir kəlmə ürək sözünü deyə bilmədi. Cürhacür öhdəçilikdən danışıb aşağı düşdü. Tanabay xəcalətindən bilmirdi ki, neyləsin. Ancaq sonra razı idi. Görəsən niyə o bu qədər ehtiyatlı olmuşdu? Xəstəlikdənmidir, yoxsa sədrlikdən düşməyi çoranın belə qorxaq olması o eləmişdi. Tanıbayın ehtiyatla danışmağı onun nəyinə lazım idi? Yox, deyəsən onda nəsə dəyişmişdi. Sonra başqa adam olmuşdu. Səbəbi də görünür o idi ki, ömrü boyu sonra sədrlik eləmişdi. Böyüklər ömrü boyu onu danlamışdılar, söymüşdülər. İndi isə bizləşmişdi deyəsən. Tanabay düşünürdü. Dayan, dost, vaxt gələr üz-üzə oturarıq. Haqq hesabı bir dəfəlik çürüdərik. Külək isə aramsız əsirdi. Adamın iliyini işləyirdi. Hələ evə çox qalırdı. Orada Tanabayı kim bilir nə gözləyirdi. Sonra yorğa atın belində idi, tək gedirdi. Yoldaş gözləyə bilməmişdi. Ürəyi incidirdi və tələsirdi. Sonra atın cilovunu buraxmışdı. Bütün günü dincəlmiş at öz xoşuna, öz ahəngdar ritmi ilə çapırdı. Qaranlıq yolları dümdüz izlər buraxırdı. Bütün keçmiş ehtiraslardan onda bircə qaçmaq həvəsi qalmışdı. O birilər çoxdan ölmüşdü. Daha doğrusu öldürmüşdülər. Öldürmüşdülər ki, o yoldan və yəhərdən başqa bir şey bilməsin. Gülsarı bununla yaşayırdı. Vicdanla, yorulmadan çapırdı. Sanki çapıb əlində alınmış o şeyi çatmaq istəyirdi. Çapırdı və heç vaxt çata bilmirdi. Sərin külək, çöl havası sonra onun halını bir qədər yaxşılaşdırmışdı. Ürəyinin ağrısı kəsmişdi. Bugünkü müşavirədən də sonra ümumən razı idi. Obkom katibinin çıxışından xoşu gəlmişdi. Katibin barəsində o çox söhbətlər eşitmişdi. Özünü isə ilk dəfə görmüşdü. Bütün bunlarla yanaşı sonra onun ürəyində bir narahatlıq da hökm sürürdü. Ürəyi sıxılırdı. Axı o Tanabayı pislik etmək istəməmişdi. Sonra çox belə müşavirələrdə, yığıncaqlarda, iclaslarda olmuşdu. Bilirdi ki, harada nəyi demək lazımdır, nəyi deməmək lazımdır. Bu sahədə böyük təcrübəsi vardı. Ancaq Tanabay onun sözünə qulaq assa da, sonra onu lazımınca başa düşməmişdi. Müşavirə qurtarandan sonra onunla bir kəlmə də kəsmək istəməmişdi. Maşına əyləşib, üzünü yana çevirmişdi, incimişdi. Tanabay, Tanabay, avamlığından əl çəkməmisən, həyatda heç bir ibrət almamısan, cavanlıqda necə idin, elə də qalmısan. Səninki olur ki, ağına bozuna baxmadan doğrayıb tökəsən. Ancaq zaman o zaman deyil, hər şey dəyişib.
İndi gərək sözü necə dediyini biləsən, kimin yanında dediyini biləsən. Özü də elə deyəsən ki, zamanın ruhuna uyğun gəlsin. Hamı kimi nə parlaq nitq söyləyəsən gərək, nə də dilin topuq vursun. Gərək qıl kimi düz danışasan. İndi zaman bunu tələb eləyir. Əgər səni öz keyfinə buraxsaydım, Tanabay, ailəmi qatıb qarışdıracaqdın. Sonra isə başımıza suallar yağacaqdı. Niyə öz təşkilatınızın üzvləri tərbiyə etmirsiniz? Bu necə təşkilatçılıqdır? Bu necə başı pozuqluqdur? Tanabay, Tanabay. Yenə həmin gecə, həmin o dağ yolu, qoca at və qoca insan. Dərədə tonqal yanırdı. Neçə dəfə idi ki, Tanabay ayağa durdu, ölməkdə olan atın üstündəki çürkü düzəldirdi. Yenə Gülsarının başı üstündə əyləşirdi. Tanabay düşünürdü. Bütün ömrünü götür-qoy eləyirdi. İllər. Tanabayın qoyuna getdiyi o ilin uzun payızı, o ilin erkən qışı. Xatirə dalınca xatirə gəlirdi. Dağlarda oktyabr ayı büsbütün quraqlıq şişdi. Təkcə ayın əvvəllərində 1-2 gün yağış oyaqdı. Duman gəldi, hava sərinlədi, sonra yenə istilər başlandı. O il hava birdən-birə korlandı. Bir gecədə külək qalxdı, bir gecədə hər şey dəyişdi. Səhərisi Tanabay Allaçıqdan çıxanda gözlərinə inanmadı. Dağların başına təptəzə qaralmışdı. Qar dağlara necə də yaraşırdı. Təptəzə, tərtəmiz. Quzeyi də gözəl, güneyi də gözəl. Sanki Allah dağları lap indicə yaratmışdı. Dağların qarlı zirvəsi üzərində mavi sonsuzluqlar uzanıb gedirdi. Orada sonsuzluqlar boyunca kainatın xəyali ənginlikləri görünürdü. Bu işıq, bu sonsuzluq Tanabaya ləzzət verdi. Qəlbinə həm sevinc, həm qüssə gətirdi. Yenə Tanabay Bibicanı xatırladı. Kaş indi də Gülsarı burada olaydı. Tanabay atı minəydi, heyrətindən, sevindiyindən çığıra-çığıra bu tərtəmiz səhər qarı kimi o qadının qapısı ağzından kəsdirəydi. Ancaq Tanabay bilirdi ki, bütün bunlar xəyaldır. Nə etmək, ömrün yarısı xəyallardan keçir. Bəlkə buna görə də həyat belə şirin olur. Bəlkə həyat ona görə bu qədər əziz olur ki, insan arzu etdiklərinin hamısına nail ola bilmir. Tanabay göylərə, dağlara baxırdı və hiss eləyirdi ki, insanların hamısı eyni dərəcədə xoşbəxt ola bilməz. Hamının öz taleyi vardı, sevinci, kədəri vardı. Eyni vaxtda, eyni dağın üstündə işıq da ola bilir, kölgə də ola bilir. İnsan taleyi də bunun kimi. Elə buna görə də həyat rəngarəng olur. Bəlkə də o qadın Tanabayı büsbütün unutmuşdu. Bəlkə də indi o bu təzə qara baxıb Tanabayı xatırlayırdı. Sən bir işə bax. İnsan qocalır, ancaq ürək təslim olmaq istəmir. Əlinə fürsət düşən kimi ürəyi hay salıb xatirələr oyadır. Tanabay atı yəhərlədi. Ağılı açıb qoyunları çölə daradı, ucadan arvadını çağırdı. Mən davarı çölə aparıram. Caydar, sən işini qurtarınca qayıdıb gəlirəm. Sürü çaxnaşaraq hərəkətə gəldi. Böyük bir axınla dağ yuxarı dırmışdı. Qonşu çobanlar da öz sürülərini çölə çıxarmışdılar. Döşlərlə bərabər dar cığırlarla sürü otlarmağa gedirdi. Qoyunların saya gəlməyən dəstəsi saralmış otlaqlar içində bozarıb ağarırdı. Hələlik hər şey qaydasında idi. Tanabaya tapşırılmış sürü də pis sürü değildi. Yaxşı bala verə bilərdi. 500 baş, 500 qayğı. Hələ doğumdan sonra sürü bundan azı 2 dəfə çox olacaqdı. Ancaq doğuma hələ çox qalırdı. Çobanın əsl məşəqqəti hələ qabaqda idi. Qoyun işi ilxıya nisbətən sakit iş idi. Ancaq Tanabay qoyun oturmağa çox da asanlıqla öyrənməmişdi. At hara, davar hara. Ancaq nə etmək olardı? Atçılıq deyirdilər mənasını itirib. Maşın var, at sərf eləmir. İndi qoyunçuluq başlıca məsələ olmuşdu. Yun, ət, dəri. Bu işin bir çox xeyirli cəhətləri olsa da, atçılığa belə soyuq münasibət heç cür Tanabayın ürəyindən deyildi. Yaxşı ayğırı olan ilxını hərdən buraxıb getmək də olardı. Bir günün, yarım günün asitəliyi də çoban üçün az iş deyildi. Mən sizin üçün köməkçini haradan tapım deyirdi. Siz ki, ağıllı adamsınız, Tanaki. Bilirsiniz ki, cavanların hamısı oxuyur, oxumayanlar da mal davarın heç adını da eşitmək istəmirlər. Çıxıb hara gəldilər, gedirlər. Şəhərlərə, dəmir yoluna, mədənlərə heç bilmirlər başını nə daş salım. Siz cəmsi bir sürüyə baxırsınız, ondan da şikayət edirsiniz. Bəs mən, bütün maldarlıq mənim boynumdadır. Məhkəməyə düşəcəyəm. Mən bu işi nahaq yerə boynuma çəkdim. İbrahim yalan demirdi. Bu qədər yuxarıda dırmaşmağına o doğrudan da peşman olmuşdu. Bektay barəsində də düz deyirdi. Hərdən Tanabay vaxt tapıb hamiliyə götürdüyü komsomolçuların yanına gedirdi. Eşim Bolatbekov zirək olmasa da üzüyolu oğlan idi. Uca boy, yaraşıqlı, Bektay isə heç sözə baxan deyildi. Onun qara gözlərinə kin küdurət əski olmurdu.
O həmişə Tanabaya acıqlı qarşılayırdı. Sən, deyirdi, bu qədər canfəşanlıq eləmək. Yaxşısı budur ki, öz uşaqlarının yanında otur. Ha, çoxdur hər yerə burnunu soxanlar. Sənsiz də ötüşərik. Nə olub məgər? Sənə pislik eləyirəm? Elədin, eləmədin. Mənim sənin kimi adamlardan xoşum gəlmir. Bircə onu bilirsiniz ki, döşünüzü qabağa verəsiz. Nə gəldi? Ura, ura. Nə özünüzə bir gün ağlamsınız, nə də bizi adam kimi yaşamağa qoyursunuz. Tanabay hirsləndi. Sən dilini biraz dinc qoy, cavan oğlan. Barmağını gözümə soxma. Bunun sənə dəxli yoxdur. Döşümüzü biz qabağa vermişik, sən verməmsən. Özümüz də peşman deyilik. Sənin kimlər üçün eləmişik? Əgər biz döşümüzü qabağa verməsəydik, indi sən belə yekə-yekə danışmırdın. Kino nədir, qəzet nədir, heç öz adını da bilmirdin. İndi sənin bircə adın vardı, Qul. Bu cür açıq-saçıq danışmağına görə ürəyin harasındasa ona hörmət eləsə də Tanabay Bektayı sevmirdi. Bu adamın iradəsi qırılmaqda idi. Bektayın əyri yolu düşdüyünü gördükcə Tanabayın ürəyi yanırdı. Elə ki yolları tamam ayrıldı, bir dəfə onlar şəhərdə təsadüfən rastlaşarkən Tanabay ona heç bir söz demədi və onun dediyini də qulaq asmaq istəmədi. O ilin erkən qışı. Öz qızmış ağ dəvəsində o qış yaman tez çapıb gəldi. O çobanlara zara gətirib keçmiş arxayınçılığın heyfini çıxdı. Oktyabr ayı büsbütün quraqlıq keçmişdi. Noyabrda qəfildən qış başlandı. Axşamların birində yenə Tanabay sürünü ağıla qatıb evə qayıtmışdı. O axşam güya hər şey qaydasında idi. Ancaq gecə arvad onu yuxudan oyatdı. Dur ayağa Tanabay, mən lap donub əldən düşmüşəm, qar yağır. Çaydarın əlləri buza dönmüşdü. Ondan yaş qarın iyi gəlirdi. Tüfəy də yaş idi, soyuq idi. Tanabay çölə çıxdı. Gecənin rəngində qəribə bir ağım sovluğu vardı. Əməlli başlı qar yağırdı. Ağılda qoyunlar bəş narahat idilər. Silkələnib üstlərində qar tökürdülər. Qarsa ara vermək bilmirdi. Tanabay bərk-bərk kürkə qısılıb, dayanın, möhkəm dayanın dedi. Hələ bu harasıdır ki? Tələsmisən qış, yaman tez gəlmisən. Xeyirdirmi, şərdirmi? O başdan bəlkə biraz tez çıxıb gedəsən, hə? Doğum vaxtı səndən özgə təvəqqeyimiz yoxdur. İndi isə nə bilirsən elə, ixtiyar sahibisən. İxtiyar sahibi qış susurdu. Xəlvətcə, tələsə-tələsə öz işini görürdü ki, səhər hamını heyrət gətirsin. Çaxnaşdırsın, pərən-pərən salsın. Dağların başına yağan da hələlik qar deyildi, zülmət topaları idi. Bir də dağlara nə var ki, dərd çobanın dərdi idi. Dağlar durduqları kimi də duracaqdılar. Tanabayın heç vaxt unuda bilmədiyi o qış belə başlanırdı. Ancaq onun nələr edəcəyi hələlik heç kimə məlum deyildi. Yağan qar ərimədi. Bir neçə gündən sonra yenə yağdı. Bir də ki, bir də, iki də. Nəhayət çobanlar payız örüşlərində əl çəkməli oldular. Sürüyə ürküşmə düşdü. Qoyunlar dərələrə soxuldular. Qayalarda gizləndilər. Qara az olan yerlər axtardılar. Çobanların minillik sənəti işə düşdü. Davar üçün elə yerlərdə ot axtarıb tapdılar ki, bir başqası o yerdən başını bulayıb keçərdi. Orada qardan savayı bir şey görməzdi. Bunun üçün də onlara çoban deyirdilər. Böyüklərə nə vardı ki? Gəlirdilər, baxırdılar, sorğu-sual aparırdılar, sonra isə min cürə şey vəd eləyib çıxıb gedirdilər. Qışla üz-üzə qalan yenə də çoban olurdu. Vaxt tapıb qalğıza baş çəkməyi hər gün Tanabayın fikrindən keçirdi. Tanabay doğum üçün nə kimi hazırlıq görüldüyünü bilmək istəyirdi. Ancaq vaxt harada idi? İş əlindən baş qaşımaq olmurdu. Bir dəfə Caydar internata oğlunun yanına getdi. Tez də qayıdıb gəldi. Çünki onsuz heç cür mümkün değildi. Caydar olmayan günlər Allah bilir ki, Tanabay nələr çəkdi. Kiçik qızı qucağında oturdu, kürkünün arasında gizlədirdi. Ancaq böyük qız atın tərkində soyuqdan əsim-əsim əsirdi. Evdə odun ocağında ləzzəti qalmamışdı. Ertəsi gün anaları qayıdıb gələndə qızlar bir oyun çıxartdılar ki, gəl görürsən. Atılıb anaların boynundan asıldılar. Xeyli vaxt ayrılmaq bilmədilər. Yox, ata əlbəttə atadır. Ancaq anasız o da bir şeyə dəymirdi. Beləcə günlər ötüb keçdi, qışın da dilini başa düşmək çətin idi. Gah isti, gah soyuq, bir-iki dəfə çovğun qopdu, sonra hava yenə də yumşaldı. Qar əriməyə başladı. Tanabaya qorxudan da elə bu idi. Əgər doğum isti vaxtda təsadüf eləsəydi, o çox yaxşı olacaqdı. Bəs birdən soyuq düşsəydi, Tanabay nə eləyəcəkdi? Vaxt keçdikcə qoyunların qarnı da get-gedə irəli çıxırdı. İri bala, yaxud əkiz doğası qoyunlar tamam ağırlaşmışdı. Belələri zorla yeriyirdilər. Gün-bəcün arıqlayırdılar, sümükləri görünürdü. Zarafat deyil ki,
Qoyunlar bətinlərində bala böyüdürdülər. Onlara canlarından can verirdilər. Özləri isə hər çöpü qar altında min müsibətlə tapırdılar. Gərək belə vaxtda çoban balalı qoyunlara səhər-axşam yem verəydi. Onların dalınca dağlara ot daşıyaydı. Ancaq kolxozun anbarları çoxdan silinib süpürülmüşdü. Toxumdan və işlək atlar üçün ayrılmış yulafdan başqa anbarlarda heç nə yox idi. Hər səhər Tanabay sürünü ağıldan çıxaranda balalı qoyunları yaxşı-yaxşı gözdən keçirirdi. Onların qarnını, yelini yoxlayırdı. Belə xəyal eləyirdi ki, əgər havalar yaxşı getsə, özünün quzu barəsindəki öhdəçiliyini yerinə yetirə biləcək. Ancaq yun sarıdan Tanabayın bu başdan gözü su içmirdi. Qış ərzində gələn tük onu əsla qane eləmirdi. Üstəlik bəzi qoyunların tükü artmaqdansa seyrəlirdi. Bunun da səbəbi şübhəsiz yemin azlığı idi. Düşündükcə Tanabayın qanı qaralırdı, hirslənirdi. Ancaq əlindən heç nə gəlmirdi. Sonra onun sözünə baxdığına görə o ən pis söyüşləri özünə yağdırırdı. Ax o niyə tribunaya çıxdı? Yekə-yekə vəd verdi. Mən beləyəm, mən eləyəm, qabaqcılam, partiyanın və xalqın qarşısında söz verirəm. Bari bu sözlərə deməyəydi. Axı partiyanın və xalqın buna nə dəxli vardı? Adicə təsərrüfat işi idi. Yox, gərək deyəydi. Belə tələb olunurdu. Bəs nə vaxtacan? Görəsən, tribunaya çıxanlar yerli-yersiz bu sözləri işlədəcəkdi. Nə etmək? Günahkar Tanabayın özü idi. Düşünməmişdi. Onun bunun ağzı ilə oturub durmuşdu. Onlara nə var ki, əkilib aradan çıxmışdılar. Tanabayın bircə Çoraya yazığı gəlirdi. Çoranın heç bəxti gətirmirdi. Bir gün sağ olanda 2 gün xəstə yatırdı. Sonra ömrü boyu çalışıb çapalamışdı, indi də qüvvəsi daxilində əlləşirdi. Cəmaatı dilə tuturdu, inandırırdı, ancaq xeyri nə idi? Özü də hər şeydən ehtiyat eləməyə başlamışdı. Sözünə, söhbətinə sərhəd qoyurdu. Madam ki, xəstə idi, çıxıb evində otursaydı, yaxşı olmazdımı? Qışsa öz işini görürdü. Çobanları gah qorxuya salırdı, gah da sevindirirdi, ürəkləndirirdi. Tanabayın sürüsündə 2 anaz qoyun ölmüşdü. Zəiflikdən tab gətirə bilməmişdilər. Onun hamileliyə götürdüyü cavan çobanlardan da sürülərində bir neçə tələfat olmuşdu. Bunsuz mümkün değildi. Hər sürüdə 5-10 tələf qış üçün adi bir hal sayılırdı. Hələ əsas məsələ qabaqda idi, yazın başlanğıcında. Sonra havalar birdən-birə qızmağa başladı, yelinlər günbəgün şişib yekəldi. Adamın qoyunları yazığı gəlirdi. Aralıqdan zorla yeriyirdilər. Qarınlarını zorla çəkib aparırdılar. Ancaq işə bax ki, məmilər öz işində idi. Qoyunların əmcəyi saat böyüyürdü. Arada söz gəzirdi ki, hansı sürüdəsə bir neçə doğum olub. Deməli cütləşmə vaxtı diqqətsizlik edilmişdi. Bu hələ işarə idi. 1-2 həftədən sonra quzular yetişmiş armud kimi tökülüşəcəkdi. Onları yığıb-yığışdırmaq mümkün olmayacaqdı. Çobanın əsl məşəqqəti başlanacaqdı. Hər quzunun üstündə o yarpaq kimi əsəcəkdi. Sürüyə gəldiyi günə lənət yağdıracaqdı və sevincinin həddi-hüdudu olmayacaqdı. Əgər quzunu saxlaya bilsəydi, yaşada bilsəydi, qışdan çıxara bilsəydi. Bəli, kaş belə olaydı. Elə olaydı ki, çobanın cəmaatın üzünə alnı açıq çıxa biləydi. Doğum vaxtı çobanlara kömək eləmək üçün kolxozdan bir neçə qadın göndərdilər. Çoxsu ağbirçək qarılar idi. Bir də uşaqsız arvadlar gəlmişdilər. Çünki kənddən hər qadın bura gəlməzdi. Tanabaya da 2 nəfər sahmançı qadın verdilər. Qadınlar qablı qaşıqlı, çadırlı filanlı yığışıb gəldilər. Uşaqların bayramı oldu. Doğum vaxtı Tanabaya ən azı 7 nəfər belə köməkçi lazım olacaqdı. İbrahim bərk-bərk söz verirdi ki, onları da göndərəcəkdir. Sürü Beşağac vadisinə, Döl məntəqəsinə köçürüləndə mütləq göndərəcəkdir. Onun dediyinə görə hələlik bu 2 nəfər kifayət idi. Nəhayət köç vaxtı gəlib yetişdi, sürülər dağlardan indilər, döşlərə, döl bazalarına axın başlandı. Sahmançı qadınları aparıb yerbəyər eləməyi Tanabay eşim Bolatbekova tapşırdı. Onları səhər tezdən böyük bir dəstə əl ilə yola saldı. Özü isə sürünü dağdan yavaş-yavaş indirdi ki, balalı qoyunlar rahat gəlib çıxsınlar. Sonra öz hamilələrini kömək eləmək üçün Tanabay bu yolu 2 dəfə də gedib gəlməli idi. Qoyunlar öz bildikləri kimi gedirdilər. Onları tələsdirmək olmazdı. Qoyunların bu yavaş yerişi iti də hövsələdən çıxartmışdı. İt bir yerdə qərar tuta bilmirdi. Günəş batmağa gedirdi, ancaq istisi hələ də hiss olunurdu. Sürü aşağı indikcə hava da istiləşirdi. Güneylərdə ot göyərirdi. Yolda Tanabay bir qədər gecikməli oldu. Qoyunlardan biri doğdu.
Təzəcə doğulmuş quzunun burnunu qulağına püfləyə-püfləyə Tanabayın qanı qaraldı. Çünki hələ tez idi, çox tez idi. Doğum bir həftədən sonra başlanmalı idi. Bəlkə yenə yolda doğanlar olacaqdı. Tanabay qoyunlara baxdı. Yox, belə şey gərək olmayaydı. Ürəyi sakitləşdi. Sonra hətta sevindi də. İlk quzu qızlar üçün toy bayram olacaqdı. İlk balanın həmişə öz yeri var. Həm də quzu qəşəng quzu idi. Ağappaq. Bircə kiprikləri, dırnaqları qara idi. Tanabayın sürüsündə bir neçə qaba yoğunlu qoyun vardı. Bu quzunun da onlardan biri doğmuşdu. Belə qoyunların balası gəlimli olur, tüklü, sağlam olur. Bu quzular zərif yunlu qoyunlardan doğulan türksüz quzulara oxşamırlar. Tanabay quzunu qucağına aldı. Madam ki, dünyaya gəlməyə tələsmisən, dedi. Aç gözlərini bax, qədəmin qoy xoş olsun. Dünyaya sənin kimi o qədər bala gəlsin ki, səsinizdən qulağımız batsın. Hamınız da sağ qalın, çoxalın, dünyanı doldurun. O quzunu yuxarı qaldırdı. Bax, dedi. Bax, sən ey qohunların Allahı, birinci baladır. Bax və kömək ol bizə. Yuxarıdan isə dağlar dayanmışdı. Dağlar susurdular. Tanabay quzunu kürkünün altına soxub yola düzəldi. Ana qoyun onun dalınca qaçırdı, məliyirdi, həyəcan keçirirdi. Tanabay qoyuna ürək-dirək verirdi. Gəl, görüm, gəl. Balam buradadır, heç yana qaçmır. Quzu kürkün altında qurudu, isindi, rahatlandı. Onlar axşam çağı bazaya yetişdilər. Bazada camaat yerbeyer olmuşdu, alaçıqdan tüstü qalxırdı. Sahmancı qadınlar çadırların qabağında sürünü gözləyirdilər. Deməli, hər şey qaydasında idi. Bircə eşim gözə dəymirdi. Dəvəni götürüb getmişdi ki, sabah özü köçüb gəlsin. Burada gördüyü hər şey Tanabaya böyük ümidlə baxırdı. Yenə ürəkdə qüssə də vardı, sevinç də vardı. Ancaq tövlələri görəndə sanki onu ildırım vurdu. Damların qamışı çürümüşdü, divarlar deşik-deşik idi, nə qapı, nə pəncərə vardı. Külək buradan vurub, oradan çıxırdı. Çölün qarı az qala əriyib qurtarmışdı. Ancaq tövlələrin içində çoma-çoma qar qalırdı. Bir vaxt dalaşdan tikilmiş ağıl da xarabalıq içində idi. Bütün bunları görəndə Tanabay elə dırıxor oldu ki, qızların quzu ilə oynamasına da fikir vermədi. Quzunu onların üstünə atıb bazanı dörd dolandı. Hər yan xarabalıq, hər yan uçuq-sökük. Tanabay ömründə belə biabırçılıq görməmişdi. Bütün bu döl bazası yəqin ki, lap müharibə vaxtında başlı-başına buraxılmışdı. Çobanlar doğumu birtəhər yola vermişdilər. Sonra hər şey qarın küləyin ümidinə buraxıb getmişdilər. Ambarın damında bir qalaq çürümüş ot vardı. Bir-iki qalaq da saman gözə dəyirdi. İçəridə 2 kisə arpa unu, bir qutu duz. Bir neçə şüşə qırılmış fənər, fənərlərin yanında paslanmış neft bidonu, sapı çürümüş bellər, dişləri əyilmiş yabalar. Baxanda istəyirdin ki, nefti töküb bütün bu şeyləri odurasan, baş götürüb ayağın getdikcə gedəsən. Tövlələrdə qar dizə çıxırdı. Bildirdin qalma donmuş peyin hər yerdə təpə-təpə ucalırdı. Tanabay qarın peyinin içində gəzirdi və nə edəcəyini bilmirdi. O deməyə söz də tapmırdı. Eyni şeyi dəli kimi təkrar eləyirdi. Bu nədir? Bu necə işdir? Bu nədir? Bu necə işdir? Tanabay tövlədən çıxıb tələsə-tələsə atı yəhərləməyə başladı. Əlləri əsim-əsim əsirdi. Bu saat o özünü kəndə yetirəcəkdi. Gecənin qaranlığında hamını ayağa qaldıracaqdı. Gör Tanabay onları necə divan tutacaqdı. Onlar Tanabayı bir-bə-bir xirtdəkləyəcəkdi. İbrahimi də, Sədri də, Çoronu da. Daha məndən rəhm gözləməyin. Siz ki, mənimlə belə rəftar etdiniz, alın payınızı. Daha bəsdir, bıçaq sümüyə dirənib. Yenə Caydar haradansa peyda olub, atın cilovundan yapışdı. Dayan, dedi. Hara gedirsən? Düş görüm, mənim sözümə qulaq as. Ancaq Tanabay sözmü eşidirdi. O cilovu gücü çatdıqca dartışdırdı. Atı qamçılayıb arvadın üstünə sürürdü. Buraq deyirəm sənə. Hamısını qıracağam, doğrayacağam, öldürəcəyim hamısını. Buraxmayacam. Adam öldürmək istəmirsənmi? Məni öldür. Bu vaxt sahmancı qadınlar tökülüşüb gəldilər. Qızlar ağlaşıb hər tərəfdən qışqırışdılar. Ata, getmə. Tanabayın qəzəbi soydu. Ancaq inadından da əl çəkmədi. Burax, dedi. Görürsənmi? Tövlələr nə gündədir? Qoyunlara bax. Bu gün sabah hamısı doğub tökəcək. Biz onları harada saxlayacaq? Hanı damdaş, hanı yem, hamısı murdar olacaq. Kim cavab verəcək? Burax mənim. Caydar dedi. Tutalım ki, buraxdım, getdin. Qışqırdın, dava saldın. Bunun bizə nə xeyri var? Madam ki, indiyəcən heç nə eləməyiblər, deməli eləyə bilmirlər. Gücləri çatmır. Əgər imkanları olsaydı, təzə tövlə tikərdilər. Bəs dam necə? Onu ki, düzəldə bilərdilər.
Hanı bunun qapısı, hanı pəncərəsi, başdan başa xarabalıqdır. Tövlənin peynini də 10 ildir daşımayıblar. Sən bir ota bax, bu çürük otla, bu boyda sürünü necə gün saxlamaq olar? Bu otu quzuya vermək olarmı? Bəs altlarına nə döşəyəcəyi? Deyirsən quzular peyninin palçığın içində murdar olsun, eləmi? Sən belə deyirsən, hə? Burax mənim. Bəsdir Tanabay, özünə gəl. Sən bu camaatdan artıq deyilsən ki, hamı necə biz deyilə. Bir daxı sən kişisən, hələ ki gec deyil. Fikirləş, gör nə eləyəcək.